Bizi kim baxırsa və izləyirsə, hamınıza xoş gün, gözəl əhval ruhiyyə arzulayıram. Bu günləri göyərtili, yumurtalı şorbanın hazırlamasını sizlərlə paylaşıb bölüşürəm. Təqribən 200 qrama qədərdir. Toyuq əti artıq bişirmişəm. Qaynadarkən üzərinə azca da duz əlavə etmişdim. Bu şəkildə yaxından görsədim. Bu şəkildə ya əlinizlə didin və yaxud da ki xırda-xırda doğrayın. Duz, istiot, acı biber xoşlayanlar acı biber, kök, müəyyən bir hissəsini götürmüşəm. 1 ədəd soğan, 1 ədəd kartof, bir də ki yumurta. Bu günləri süt gəzdən istifadə edirəm. Kişniş, süd, müəyyən qədər götürmüşəm, çox da yox, bir balaca bağlamada müəyyən qədər kişniş, süd. Əgər cəfəri xoşlayırsınızsa cəfər də əlavə edin, nanə varsa nanə də əlavə edin, dadlı olur. Soğanı təmizlədim və sütgəcin bu gözündən keçirdirəm. Soğanı sütgəcdən keçirdim, ardı ilə markovu da yuyub təmizləmişəm və onu da sütgəcin bu gözündən keçirdirəm. Artıq hazır. Kartofu isə sonradan sütgəcdən keçirdəcəm. Ona görə hələ ki keçirtmirəm sütgəcdən, qaralmasın. Qazanı qaz sobasının üzərinə qoyuram. Qazanın içərisinə təqribən 80 və yaxud da ki 100 qram əridilməmiş kərə yağı əlavə etdim. Əgər siz əridilmiş yağdan istifadə edirsinizsə, müəyyən qədər az əlavə edin. Hazırladığım, rəndələdiyim kökü və soğanı yağın içərisinə tökürəm. Duz, istiot əlavə edirəm. Biraz istiot. Bir də duz. Azca yağda qızardıram. Yəni soğan azca qızılı rəngi çalana qədər qızardıram. Kartofu da rəndələdim. İçərisinə tökürəm. Təqribən 3 və yaxud da ki 4 dəqiqə yağda soğanla birlikdə qızardıram. Biraz sarı kök əlavə edirəm. Sonra isə bulyon əlavə edirəm. Əgər bulyon az olarsa, bizdə bu günləri azdır. Müəyyən qədər də su əlavə edirəm. Kartof rəndələndiyi üçün həddindən artıq tez bişir. Həm də tez, asan başa gələn bir şorbadır. Əti də içərisinə tökürəm. Əgər toyuq əti yoxdursa, mal əti ilə əvəz edin, mal əti ilə bişirin və yaxud qaz əti ilə. Bu şəkilləri ilə də dadlı olur. Qarışdırıram. Bu vaxta qədər göyərtiləri doğradım. Yumurtanı göyərtinin içərisinə əlavə edirəm. Yumurtanı göyərti ilə birlikdə qarışdırıram. Hazırladığımı içərisinə tökürəm, əlimi saxlamadan qarışdırıram. Yumurta bişdikdən sonra bir kənara çəkirəm. Demək, boş qablara çəkib yeməyi süfrəyə verirəm. Bugün də hazırladığım bu qədər, bildiyimi sizlərlə paylaşdım, bölüşdüm. Siz də bildiklərinizi belə mənə yazmağı unutmayın. Sağollaşmıram, yenə də hələlik deyirəm.